Değerli bazı kardeşlerim, neçə şey var bereketi aradan aparar. Biri nedir? Biri, üzr istəyirəm, söyüş söymək. Hədislərdə var, söyüş söyən adama behişt haramdır. Behiştin ətrini duymaz. Mümin gərək söyüşdən kənar olsun. Müsəlman söyüş söyməsin. Əimmə-i əthar, Allahın salamı olsun onlara, məsum imamlarımız buyurublar, mən fəhşə ələ əxihil muslim, nəzəəllahul bərəkətə min rizqihi. Hər kəs öz müsəlman qardaşını söyərsə, Allah Teala onun ruzusundan Allah Teala bərəkəti götürər. Bərəkət çıxardılar onun ruzusundan. Təəssüflər olsun, görərsən ki, bir müsəlman, digər müsəlmanın, indi digəri bunun xətrinə dəyib, bir iş görübdür ki, söyüş ünvanlayır, söyüş deyir, nəinki özünü, hətta onun valideyninin adını belə dilə gətirib ki, söyüş söyür. Üzr istəyirəm ki, o valideyn ki, Allah Teala 4 yerdə, Qur'an-ı Kərimdə Allah Teala ata-ananı öz adı ilə vahəm tapşırıbdır bizə. Peyğəmbər, və qəda rabbuka ən la ta'budu illə iyyah və bil valideyni ihsana. Rəbbin, pərverdigarı aləm belə hökm eləyir, Allah belə qəzavət eləyir. Allahın əmri budur ki, Allahdan başqasına ibadət etməyəsən və ata-anaya yaxşılıq edəsən. Yəni, Allah özünə ibadətlə ata-anaya yaxşılığı birgə tapşırıb. Bəs o ata-ana ki, onun ehtiramını Allah vacib buyurubdur. O ata-ana məfhumu ki var, Allah öz adının yanında qərar verib. Necə bir müsəlman digər müsəlmandan əgər inciyərsə, əvvəla çox bir böyük günah eləyir, söyüş dilinə gedir və üstəlik ata-ana haqqında bunu deyir ki, o ata-ana ki, Allah Teala Qur'an-ı Kərimdə öz adının yanında onların adını qərar veribdir. Bəli, neçə şey var, bərəkəti bizim malımızdan çıxardar, bərəkəti aparar. Biri, söyüş söyməklikdir. Rivayətdə var, Həzrət İmam Sadiq əleyhissalatu vəssalamın əshabından olan bir şəxs, imamı görən, özü də bir dövlətli, zəngin bir adam, həsəb-nəsəbli bir adam. Bunun nökərlərindən, qulamlarından biri ki, atəşpərəst idi. Bəli, o qulamı yanında görməyincə, baxıb görür ki, qulam, nökər ondan geridə qalıbdır, əsəblənir, ona bir söyüş söyür nökərinə ki, üzr istəyirəm, valideyn, yəni ana söyüşü ki, belə ki, filan qadının oğlu, ki, pozğun qadının oğlu mənasında kobud bir söyüş söyür. İmam Sadiq əleyhissalatu vəssalam onu tənbih eləyir. Hətta o şəxs üzrxahlıq belə gətirir. İmam əleyhissalam onu danlayır, məzəmmət eləyir. Yəni, oğlan atəşpərəst olsa da belə, yəni, mümin bu söyüşü söyməz. Yazırlar, biz bir daha İmam Sadiq əleyhissalamı onunla görmədi. Yəni, o şəxsi imam dəvət eləsin, imamın yanında olsun, imam öz yanında ona yer versin. Bir daha İmam Sadiq əleyhissalamı o şəxslə görmədi. Bəli, neçə şey insanın malından, qazancından bərəkəti uzaqlaşdırar. Biri söyüş söyməklikdir. Başqa bir amil, mən qəşşə əxahul muslim, nəzəəllahul bərəkətə min umrihi. Hər kəs qəşş edərsə, müsəlman qardaşı ilə. Qəş nədir, dəyərli izləyicilər? Yəni, məsələn, alverdə qəş etmək odur ki, bir şəxs süd satır, ona su qatıb satır. Ya taxıl satır, ona çör-çöp torpağı qatıb satır. İndiki zamanda, məsələn, bir yerin malıdır, başqa bir ölkədən gəlib, ya elə burada istehsal olunubdur, onu bir Avropanın filan ölkəsindən gətirilmiş bir maldır. Üstünə bir bahalı başqa bir ölkənin adın, bir etiketin yapışdırır ki, baha bir qiymətə satır. Buna qəş deyərlər. Peyğəmbər əleyhissalam, məsum imamlarımızın bu barədə çoxlu sifarişləri var. Nəhy eləyibdir bunu. Bu işdən nəhy eləyiblər, çəkindiriblər və buyurubdur Həzrət mən qəşşə əxahul muslim nəzəəllahul bərəkətə min umrihi. Hər kəs öz müsəlman qardaşı ilə bu cürə rəftar edərsə, bu cürə qəşş edərsə, Allah Teala nəinki onun malından, qazancından, Allah onun ömründən bərəkəti götürər. Bir nəfər sual elədi Həzrət İmam Sadiq əleyhissalamdan, Yəbnə Rəsulillah, riba haqqında soruşdu.
Qur'an-ı Kərimdə Bəqərə surəsində biz oxuyuruq ki, Allah Teala artırmaz riba verənlərin, sələmçilik eləyənlərin, sələmə pul verənlərin ki, ən böyük günahlardandır bu. Allah onların qazancını artırmaz. Amma biz görürük, tanıyırıq filan kəs, məsələn, 100 mini vardı, o işlə məşğuldur. İndi görürük ki, 500 mini var, milyonu vardır. Bəs biz görürük axı artıq. Həzrət buyurdu ki, Allah bərəkəti götürər onların qazancından. Onların ömründən, onların qazancından bərəkət götürürlər. Baxmayaraq qazancı, gəliri çox olsa da belə, lakin onun şirinliyi duymazlar. Onun bərəkəti olmaz. Aqibətləri dünya və üqbada, axirətdə aqibətləri çox acınacaqlı olacaqdır. Bərəkəti aradan aparan amillərdən biri, o işlərdən biri, mən istəxəffə bis-səlah, nəzəəllahul bərəkətə min rizqih və umrihi. İmam Sadiq əleyhissalam buyurubdur ki, hər kəs namazı yüngül tutarsa, demir ha, namaz qılmayan, o bir günah, böyük bir günah. Hətta bir kəs namazı yüngül tutarsa, namaza əhəmiyyətsiz yanaşır, yüngül tutur, lap namaz qılandır belə. Lakin ikinci, üçüncü dərəcəli bir iş kimi baxır. Yüngül sayır namazı. Vaxtı-vaxtında qılmır. Üzürsüz səbəbə görə təxirə salır. Hər kəs namazı yüngül tutarsa, Allah onun rizqindən, onun qazancından, dolanışığından və ömründən Allah bərəkəti götürər. Bütün peyğəmbərlər, bütün vəsilər, əimmə-i əthar əleyhimussalatu vəssalam son anlarında belə namazı tapşırıblar, namazdan müğayət olmağı. Əmirul Müminin Həzrət Əli əleyhissalam döyüşlərin birində Həzrətin əshabından biri baxdı, gördü ki, müharibə, cəng gedə-gedə göyə baxır. Günü gözləyir, günəşə tərəf baxır. Sual eləyəndə Həzrət buyurdu ki, bəs namaz fota gedməsin, namazı gözləyirəm. Ki, onun da bir var, əlbəttə ki, orada namaz qılmağın. Dedi, ya əmirəl müminin, bu vəziyyətdə də namaz, dedi, bizim müharibəmiz, bizim cəngimiz, bu vuruşmağımız bəyəm namazın qalması üçün deyilmi? Namaza görə, Allahın əhkamına görə deyilmi? Bəli. Həzrəti İbrahim Peyğəmbər əla nəbiyyinə və alihi və aleyhissalam Məkkə-i Mükərrəmədə Kəbəni bina eləyəndə dua elədi və istədiyi duadan, o kəlmələrdən biri də buydu ki, Allah, ki, buradan mənim övladlarım, ki, övladlarının içərisindən bir peyğəmbər çıxmasını ki, bu da ibarətdir Xatəmul Ənbiya Həzrət Peyğəmbər əleyhissalamla və öz nəsli üçün, övladı üçün nə istədi? Liyuqimussəlah. Allah ki, bura bərəkət verginən ki, burada namaz bərpa olunsun, namaz qılsın.